Hörmətli kəslər, bugün Gündüz Qalada çaya düşmüş Faik Rəsulovu dəfn elədi. Bu həmən çaydır ki, bütün televiziya saytlar, kanalların göstərdiyi həmən o qardaşımızı aparan. İndi nəyi deməyə çalışıram? Onu deməyə çalışıram ki, əziz gözəl dostlarımız, sağ olun, bütün qurumların rəhbərləri başda icra başçımız Sair müəllim, mavinləri, bizim rəis polisin, DTX rəisi, fövqəladə, hər kəs oradaydı və dəfnində iştirak elədi və əlindən nə gəldiklərinizi elədi və eləməyinizi bundan sonra da özünə borc bildiyinizi bildirdi. Bütün kənd cəmaatı gələnlər hamısı gördü. Əhsən, çox gözəl bir işdir ki, belə bir hadisələrdə icra başı şəxsən bütün qurum rəhbərləri ilə gəlib orada olmaq. Bunun bir tərəfi. İndi bunun ikinci tərəfini danışmaq istərdim. Əziz gözəl dostlar, ikinci tərəfi görürsünüz, artıq ikinci dəfə gələn sel Əmimgilin evin artıq burada gördüyünüz ağacları da aparsa, bu gördüyünüz qonşunun evin qabağı hələ ki bir qırıq beton və bunlarla saxlaya biliblər. Və buradan su gəlib getdiyi təqdirdə mənim əmimin bağından gedərək ha qədər yerlərisə apararaq qonşumun evi aparacaq. Allah uzaq eləyər, uşaqlı evdir, cavan ailədir, yaşlılar var, gecənin bir yarısı ora sel bassa növbəti fəlakət ola bilər. İndi gəlir sonra bura mənə. Buradan görürsünüz, bura aşsa, mənim də illər boyu atamın, mənim qardaşımın zəhmət çəkdiyi bir ata yurdunu yaratmışıq. Hələ də davam edir. 15 ildir, hələ ki biz bu evi, remontları bitirə bilməmişik. İndi buradan da görürsünüz, şalbanları aparıbdı oradan, yıxılıb hələ, sel bitməyib. İndi sel bitəcək. Bu sel bitəndən sonra mən nəyi demək istərdim? Bu məsələyə ciddi yanaşmaq lazımdır və bunu yanaşan birbaş kim olmalı? Birbaş təbii ki, çox üzr istəyirəm. Bəli, birbaş görürsünüz, bu selləri də gəlib artıq buralara çıxıb. Axı əziyyət çəkib ev yaratmışıq. Gördüyümüz qonşunun da evlərin, zaborların dibidir, oralarda aşsa və bu kimi təhlükədə olan və buradan evimizin yanınızdan göstərə bilmədiyiniz Gündüz Qala kənddə çəkiliş eləyirəm. Bir çox bu cür yerlər var. Buralara beton təbii ki, hal-hazırda inanın icra büdcəsi və hər hansı strukturun büdcəsi buna əl verər, imkan verər ki, bugün bunu eləsin. Amma nə olar? Bu video, bu uşaq biri apardı, rəhmətə getdi, kiminsə mal-qaraları, bütün, nə bilim, çoxlu ziyanlar verib də. Yaxşı, mən ekstrasensdir, falşıyam, mən deyəndə ki, belə hadisələr olacaq. İndi kimlərsə inanmadı, dediyi sözünə görə bunu eləmədiniz. Dediniz ki, əşi boş danışır, həmişə çaylar, sular, daşqınlar olur dedi. Amma eminim bu çaylar barədə, çuxurlarda, çaylarda, evlərə yaxın olan hadisələr olacağını proqnoz verdim. Yaxşı, buna inanmadınız. İndi öz gözünüz görürdü. Bu videonu bütün Bakıda olan, bura pul sərmayə buraxa biləcək, kimlər ki bu iş görməli strukturlarda olan hər kəs görür. Gəl, sizin üçün də yaxşı olur. O pulun ki ayırması, orada işləyən iş qüvvəsi, ustalar, nə bilim, hər kəs üçün burada bugünkü gün burada betonlaşdırma aparsa, həm insanların üçün yaxşı olar, burada yaşayan insanlar üçün, həm də bu sərmayə ki, kimlər ki buraxılır, kimlər ki burada işlər görəcək, onlar üçün də pis olmaz məncə. Yəni ki, iş qüvvə artır da, iş olacaq cəmaat üçün. Yəni, deməyim odur ki, pul ayıran üçün də yaxşı və bu iş görəndən sonra bizim üçün də yaxşı. Burada pis heç kimə olmur. Pis odur ki, bu çay oradan gedirdi. Baba balaca bir yerdə, o kişi olan yerdən fırlanırdı. Amma bu çay artıq baxara gəlir. Baxara gəlir. Əgər bu evə Allah uzaq
xəbərsiz halında gecə ilə su aparsa bu evə və mənim evimə, mənim üzümü qoyuram kənara, mənə görə də qədər danışmıram. O gördüyünüz qonşu ən çox təhlükədə olan iki kənddir. Ən çox. Hil kəndi, bir də Gündüzqala. Əncə çox Gündüzqala. Mən Gündüzqala kənd barədə nə qədər danışdım. Bu çaylar, sellər nə qədər danışdım. Kəndin cəmaatı hər kəs gözəl bilir. Və bu çaya damba özümüz dedik gəl bunu eləyək. Axı bizim gücümüz mən yaxşı buradan bura bir beton çəkə bildim. O birilər də var. Deyirsiniz ki, o birlərdən danışma. Valla bir şey danışmıram. Dövlətin problemləri Cənab Prezident demişdi ki, mənə siqnal götür çatdır. Və biz də dövlətin, Cənab Prezidentin əl altında işləyən cənab nazirləri, bütün rəislər, prokuror, cənab bizim icra başçımız, kiminsə haqqına girmirəm. Hamı bugün çalışır əlindən gələni eləməyə. Düzdür, fəlakət böyükdür, çoxlu rayonlara ziyan dəyibdir, çoxlu hadisələr olubdur, çoxlu sərmayə pul aparır. Amma burada bir insanların can, mal məsələsi söhbəti gedir. Düzdür, Qarabağda hal-hazırda tikintilər gedir, köç eləməlidir, təzə savaşdan çıxan ölkədir. Mənə elə gəlir ki, bura beton eləməyə gücü çatan ölkədir. Bizim ölkəmizin gücü çatar ki, inşallah Qusarda baş verəcək olan bundan sonra çay gələndə daha böyük fəlakətlərin qabağı alması üçün yəqin ki, Qusarı pul ayırarlar. İnşallah Qusarın da cənab başda olmalılar, bütün qurumlar burada beton çəkər və başda cənab prezident olmağına bir vətəndaş olaraq. Çünki sosial şəbəkədə mənim səsim o birilərdən biraz çox çatır. Hər kəs müraciət edir ki, kənddə olan qonşular ki, Nadim, sən çəkiliş ilə bir göstər. And olsun, öz maraqlar üçün eləmirəm. Bütün qonşuların adından bunu eləyirəm. Onları burada bir yerdə çəkilişdə eləyə bilərdim, amma buna ehtiyac görmədim. Və bu çaya bax və bu evlərə bax, bu videodan baxmağa, heç bura qədər gəlməyə ehtiyac yoxdur. Və bu barədə təcili növbəti böyük sellər gələnə qədər bir çarə qılmağını düşünmək lazımdır. Hörmətli cənab bizim ölkənin başda duran cənab prezident və aidiyyəti qurumlar, İnşallah bir vətəndaş olaraq mənim bu çıxışınızı kimlərsə tərəfindən səhv anlamaz. Düşünürəm ki, təbii fəlakətdir, baş veribdir. Burada kimisi pislənmirik. Sadəcə bu kənd tam ortasından gedir. Kəndin uzunluğu boyda da bu çay gedir. Və bu çay hardasa 2-3 kilometr qədər uzunluğunda gedir. Və burada müəyyən hissələri betonlaşdırsa, həm evləri qurtarmış olur, həm də bu çaya düşə biləcəyi növbəti heyvanlar, insanlar, nə bilim, nəsə fəlakət olacaq şeylər varsa, qabağı almış olur. Təşəkkür edirəm, kim qulaq asırsa, başa düşürsə. Allah amanında, Allah Azərbaycanı qorusun. Allah bizim cənab prezidenti qorusun, bizim strukturun başında olan hər kəsi qorusun. Bu müraciətdən sonra və mənim müraciətim olmasa da düşünürəm ki, yəqin icra strukturları bu barədə düşünür. Çünki özü təbii fəlakətlər genişlənir, filan şeylər, iklim yadındadır, yaşıl nəsə bir fond bizim Azərbaycanda keçirtmişdi, iklim dəyişəcəyi filan. Dəyişir də, bunun üçün bir şey düşünmək lazımdır. Çünki evlər gördüyünüz kimi təhlükə altındadır. Hey, Allah kömək olsun. Farik də bu çay apardı. Evin bir oğlu 29 yaşında toy eləməyə hazırlaşırdı. Yaxşı, qismət beləymiş deyək. Allahın yazısı beləymiş. Amma bu çay belə qaldıqda bu çay çoxlu adamların çoxlu başqa yazılar yazılarlar. Bunların yazı yazmaması üçün qabağa almaq olur. Mən Nadim Əliqanov, sağ olun. Bu proqnozları vermişdim. Qulaq asan olmadı. Heç olmasa bunu gör, qulaq as.